Son günlər İranda qadınların küçə və xiyabanlarda, ticarət mərkəzləri və təhsil müəssisələrində hicabsız şəkildə sərbəst hərəkətini əks etdirən görüntülər geniş diqqət çəkib və ölkədə hicab məcburiyyətinin ləğv olunduğu barədə qənaət doğurub. Ötən həftə tanınmış İran siyasətçisi Məsləhət Şurasının üzvü Məhəmməd Rıza Bahunərin məcburi hicabla bağlı verdiyi açıqlama da bu qənaəti gücləndirib. Bahunər bildirib ki, artıq ölkədə məcburi hicab qanunlarına riayət etmək vacib deyil. Hazırda hicabsızlıq qanuni baxımdan heç bir cərimə, cəza və digər hüquqi nəticələr doğura bilməz. Bunu polisə də deyə bilərsiniz. Bir neçə çağırış İran parlamentinin deputatı və parlament sədrinin müşaviri olmuş Bahunər deyib, mənim ilk gündən məcburi hicaba inamım olmayıb və indi də yoxdur. Əslində Bahunərin bu açıqlaması ölkədə yaranmış obyektiv reallığı ifadə edib və həmin gerçəkliyin yaranmasında son 3 ildə İran qadınlarının sarsılmaz müqaviməti və davamlı etirazları ilə yanaşı Məsud Pezeşkiyan hökumətinin atdığı addımlar da önəmli rol oynayıb. Sadəcə bu həqiqətin islahatçı qüvvələrin təmsilçisi deyil, İranda mühafizəkar siyasi cinahın aparıcı simalarından biri tərəfindən dilə gətirilməsi xüsusi maraq və geniş reaksiyalar doğurub. Görünən odur ki, İran hakimiyyəti 2022-ci ilin sentyabrında Məhsa Əmininin məcburi hicaba riayət etməməsinə görə öldürülməsi ilə başlanan kütləvi etirazların və sonrakı proseslərin cəmiyyətdə formalaşdırdığı reallıqla barışmalı olub. Bununla bağlı İran saytlarından biri mövcud vəziyyəti dəqiqliklə təsvir edərək yazıb. İran cəmiyyətində örtünmək artıq məcburiyyət simvolu deyil. Küçələr, universitetlər və ictimai məkanlar indi geyim müxtəlifliyinin və dəyişən sosial normaların güzgüsüdür. Hakimiyyət 2022-ci il etirazlarından sonra əvvəlki qaydaları bərpa etməyə çalışsa da, cəmiyyət irəli getdi və heç vaxt geri dönmədi. Qadınların hicabsızlığı və ya könüllü olaraq çadıra geyməsi nəinki adi hala çevrilib, hətta şəhər həyatının təbii bir hissəsinə çevrilib. Eyni zamanda dəyişiklik əlamətlərini rəsmi strukturlarda da görmək mümkündür. Bugün hər şeydən vacib olan məsələ ictimai normalardakı dəyişikliyin müvəqqəti deyil, daimi olduğunu və keçmişə qayıtmağın artıq mümkün olmadığını başa düşməkdir. Bu vəziyyət qadınların yumşaq müqaviməti və geniş yayılmış vətəndaş itaətsizliyi fonunda yaranıb və İran cəmiyyətinin başlanğıc nöqtəyə qayıtmaq niyyətində olmadığını açıq şəkildə göstərir. Beləliklə, İran cəmiyyəti məcburi hicabdan könüllü hicaba və geyimin sərbəst olmasına doğru keçid edib və bu keçidin zorakılıqdan uzaq bir şəkildə baş verməsində, onun hüquqi çərçivəsinin təmin edilməsində qeyd olunduğu kimi hazırki hökumətin atdığı addımlar və hökumətin başçısı Məsud Pezeşkiyanın şəxsi mövqeyi ciddi təsirə malik olub. Xatırladaq ki, ötən ilin sonlarında İran parlamenti keçmiş prezident İbrahim Rəisinin dönəmində hazırlanmış hicab və iffət haqqında yeni qanunu qəbul etdi və çox keçmədən Konstitusiyanın icrasına Nəzarət Şurası həmin qanunu təsdiqlədi. Bundan sonra hicaba riayət olunmamasına görə böyük cərimələri və ağır cəza tədbirlərini nəzərdə tutan həmin qanun prezident Pezeşkiyan tərəfindən imzalanmalı və icraya yönəldilməli idi. Lakin İran prezidenti bunu etmədi və qanunun icrasının mümkün olmadığını bəyan etdi. Daha sonra o, məsələni İran Ali Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardı və Pezeşkiyanın sədri olduğu həmin şura məcburi hicab qanununun icra olunmasının ölkəni ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qoyacağı barədə qərar qəbul etdi. Bunun ardınca Pezeşkiyan mövzu ilə bağlı İranın ali rəhbəri Ayətullah Əli Xameneyiyə rəsmi məktub yazdı və hicab qanununun icrası dayandırıldı. Onu da deyək ki, hakimiyyətin digər iki qanadının, parlamentin sədri Məhəmməd Baqir Qalibov və məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Mohseni Ejeyi qanunun icra olunmasının tərəfdarı kimi çıxış etmiş və bu barədə dəfələrlə açıqlamalar vermişlər. Əlbəttə, özünü İslamın əsl təəssübkeşi sayan mühafizəkar dairələr bununla heç cür barışa bilmir. Ölkədə dinin əldən getdiyi barədə hay-küy salır və hökuməti hər fürsətdə tənqid edirdilər və bu tənqidlər indi də davam edir. Hətta bu ilin fevral ayında bir qrup məcburi hicab tərəfdarı İran parlamentinin qarşısında qanunun icrası tələbi ilə bir aydan da çox davam edən oturaq aksiyaya başladılar. Həmin aksiya barədə nüfuzlu Əsr İran portalı yazıb. Diqqət yetirilməli məqam budur ki, aksiyaçıların sayı bir neçə həftə ərzində onlarla adamdan o yana keçmədi və bəzi deputatlardan başqa heç kəs onların yanına getmədi. Çünki 12-15 milyonluq şəhərdə 20 milyon İran qadını və qızların baş örtüsünə nəzarət edəcək qanunun 100 nəfər də tərəfdarı olmadı. Hərçənd bir neçə il əvvələ qədər onların aksiyalarında bu qədər az və cüzi sayda iştirakçı olmurdu. Hər gün aksiyaçıların yanından ötüb keçən və onlara tənə və bəzən də nifrətlə baxan minlərlə insanın onların tələbinə etinasızlığı düşündürücü məsələdir. Nəhayət, martın sonlarında İran polisi aksiyaçıları parlamentin binası qarşısından yığışdırdı. Daha sonra mühafizəkarların nəzarətində olan bir qurum Ali Mədəni İnqilab Şurası məcburi hicabla bağlı yeni təşkilat yaratmaq barədə qərar qəbul
qəbul edib. Lakin Məsud Pezeşkiyan bunu rədd edib və həmin qurumun yaradılmasının qarşısını alıb. Bütün bu müddət ərzində İran prezidenti həm də hicabla bağlı mühüm açıqlamalar və izahatlar verərək rəhbərlik etdiyi hökumətin addımlarını əsaslandırmaqla məşğul olub. Bu baxımdan onun avqust ayında media nümayəndələri ilə görüşdə söylədikləri xüsusilə maraq doğurur. Pezeşkiyan hicabın əleyhinə olmadığını, lakin bu məsələnin zor və məcburiyyətlə deyil, məntiq və inandırmaqla həll edilməli olduğunu vurğulayaraq deyib. Ölkədə 80 min məscid var. Hər 1000 nəfərə bir məscid düşür. Qoy bu məscidlərdə bu məsələ həll edilsin. Güclə yox, danışıqla, təbliğ yolu ilə. Mənim qızım məndən ötürü canını da verməyə hazırdır. Amma mən onu necə geyinməyə məcbur edə bilmərəm. Yalnız onunla oturub danışa bilərəm ki, qəbul etsin. Biz hicabı zorla tətbiq etməklə əslində insanları dinsiz edirik. Onlarda nifrət oyadırıq. Halbuki onları hidayət etməliyik. Sentyabrın axırlarında Pezeşkiyan BMT Baş Assambleyasındakı çıxışında bu mövzuya toxunaraq artıq İranda heç bir qadının hicaba görə həbs olunmadığını və cəzalandırılmadığını bildirib. Amerikaya səfər çərçivəsində Fox News kanalına verdiyi müsahibədə də İran prezidenti həmin fikri təkrarlayıb. Eyni zamanda başçılıq etdiyi hökumətdə əvvəlki hökumətlərdən fərqli olaraq bir neçə qadının nazir və digər yüksək postları tutduğunu bildirib. Beləliklə, İranda məcburi hicab qanunu rəsmən ləğv edilməsə də, qadınların hicaba məcbur edilməsi praktikasının artıq tarixə qovuşduğunu söyləmək mümkündür. İran qadınlarının azadlıq uğrunda mübarizəsinin bəhrəsi olan bu reallıq əslində ölkənin ictimai həyatında yeni bir mərhələnin başlanması anlamına gəlir.